Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Gördüyünüz yenə də bir növbəti sensor bitminitka quraşdırmışam. Dəf kimi qəşəng səliqəli. Gördüyünüz halda. Görürsünüz, qəşəng səliqəli. Oynaq rezbadan qəşəngcə istifadə etmişəm. Qəşəngcə oynaq rezba ilə 45 dərəcə səliqəli usulla dəf kimi qəşəng səliqəli kulturunu görürsünüz. Yəni kəpənək krant qəşəng əlavə etmişik burada. Lazım olduqda bağlamaq olsun. Qaz üçün. Gördüyünüz kimi burada da bir oynaq rezba. Soyuq suyumuzdur bu. Soyuq suyun xəttidir. Gördüyünüz halda filtr əlavə etmişəm. Bir dənə də krant qoymuşam qəşəng. Ütüyə ehtiyac olmur. İçini istədiyində açıb dəyişə bilirsən. Xarab olduqda daha keyfiyyətli krantlardır. Yəni bunların ucuz versiyası var. Onlardan almayın. Bunlar qalın bronz olanlar keyfiyyətlidir. Qırmızı başlıqlı qalın bronz olanlar. Görürsünüz, dəf kimi qəşəng səliqəli. Filtr izadı hər biri yerində. Qəşəng kulturunu, gözəl. Görürsünüz, yuxarısında göstərirəm sensorun. Görürsünüz, dəf kimi. Bir də burada bir şey sizə deyim mən. Bu filtri çoxları tərsə qoyur. Əks istiqamətə fırlayır. Hələ yorumda da mənə də yazır ki, sən düz qoymamsan, çevir o. Bu filtri güya ki, tərsə çevirim. Siz düz qoymursunuz, qardaş, qurban sizə. Siz bunun iş prinsipini birinci öyrənin, zəhmət olmazsa. Öyrənin, sonra danışın. Çünki bu filtr, bu qoyduğum qaydada qoyulursa, atxot bunun içərisinə daxil olur setkanın. Yox, qoyulmadığı təqdirdə, atxot siz tərsə qoyursunuz, tərsə qoyulanda setkanın üzərinə yığılır atxot. Siz setkanı çıxardanda atxot daxil olur xəttə. Xətt olur. Çökülür aşağıya. Bildinizmi necə? Krantı da qoyanda həmişə diqqət eləyin işarəyə. Sağı solu var. İçərisində olan ki, salnikini çıxarmasın təzyiq. Bunun sağı solu var. Buna mütləqi diqqət eləyin. Bax, görürsünüz. Mütləqi ilə diqqət eləyin o işarəyə. Yuxarı olsun. Yəni giriş. Bir də burada bir iki dənə də şey deyim. Ola bilər, Allah hər birimizin ruzusunu bol eləsin. Yəni, burada bilməyənlər var, giriş-çıxışını. Bax, bu gördüyünüz var, ha. Görürsünüz, sağ tərəf, həmişə sağ tərəfiniz. Görürsünüz bunu. Bu sizin soyuq suyunuzdur, sağ tərəf. Bu sizin qazınızdır, metalik olan. Boğaz hissəsinə baxın həmişə. Bu qazdır. Bu da sizin qayıdış isti suyunuzdur. Bu girişdir, gördüyünüz halda. Bax, bu girişdir, üzərində də belə fərqlənmək üçün krantından bilə bilərsiniz. Bu gördüyünüz girişdir. Bu da çıxışdır. Yəni, sağın girişdiyi sol tərəfində, sol tərəfin isti sudur. Yəni çıxışdır. Oldu. Bir də zəhmət olmazsa mənim YouTube kanalıma Mərifət Usta TV-yə abunə olun. Bildirimi açın, videoları izləyin, ətraflı izləyin. Məlumatınız olsun, xərcə çox düşməyin. Keyfiyyətli işlər. Hər birini çəkib atıram sizə. Bilməyənlər də izləyib, Allah hər birimizin işinə vand eləsin, öyrənsin. Yəni ki, burada ayıb bir şey deyil. Mənim də bilmədiyim bir şeyi siz çəkin atın, mən də baxım, mən də sizdən öyrənim. Nə var ki burada? Pis bir şey deyil öyrənmək. Mən sadəcə olaraq mənim ustam olmayıb, mən öz əziyyətimlə gəlib çıxmışam bu yerlərə. Heç bir işdə, heç bir sənət uğra, məsəl, məni başa salıb, məni nəyəsə öyrədən biri olmayıb. Bu sənəti verən yeganə böyük Allahdır mənə ruzunu verən. Hər birimizə də təbii ki, Allah verir. Yəni, bu sənətdə öz çətinliyimlə gəlib çıxmışam bu yerlərə. Yəni, universal Mərifət Usta. Bütün işlərə baxıram. Hər bir işdə videoları da var. Adam var, deyər ki, nətər olur bu hər bir işə baxır. Yəni, hər bir işə dair videolarımda var. Yəni, baxıb izləyə bilərsiniz. Sənət çətinlik tələb edir. Yəni, səbir də tələb edir. Səbirli olsanız, sizə qəşəng bir sənətkar ola bilərsiniz. Oldu, başa dönərəm. Allah sizi var eləsin. Telefon nömrəmizdə 055 774 88 46. Deməli, suyumuzu da açaq bir dənə işləməyini də görsədək sizə. Sensor ona görə yaxşıdır ki, nə dərəcə qoyursansa onu verirsə. 43 qoyursan 43 verir. 39 qoyursan 39, 38 deyirsən 38. Bu görürsən azaldır. Dərəcəni aşağı salmaq üçündür. Bu qaldırmaq üçündür. Bu da söndürüb yandırmaq üçündür. Söndürdün və də yandırdın. Qaldığı yerdən davam edir. Dərəcəni sükun yığıb, nə qoyursunuz o dərəcəni verir. Mükəmməl bir şeydir. Qəşəng, dəf kimi.
Kultur. Ev sahibimiz de bir hayır dua versin. Elin kolun var olsun usta. Süper. Allah razı süper. olsun. Başsa dönür. Hakikaten de universal ustadır bu insan. Güzel insandır. Allah güzel razı el olsun. kabiliyeti var. Elə bir ki nakış düzür. Başsa dönür. Nakış, Allah razı nakış. olsun qaqam. Başsa Ben de dönür. inanmırdım bu derecede el kabiliyetine. Başsa Gördüğüm dönür. qədər Təəccüb qaldım, təəccüb. Allah razı olsun. Yani peşmançılıq olmaz kim işini gördüsə, mən də birinci dəfə idi. Ancaq halal olsun, başqa nə deyir? Başsa dönürəm. Allah razı olsun. Allah sağ hər var birimiz. eləsin. Allah razı olsun. Qurban olarım. Çox sağ ol, təşəkkür Allah razı olsun. Başsa dönürəm. Özümü də bir dənə çəkeyim. İşin də super, yəni ikinci bir Qurban sözlər olarım. ola bilməz. Allah Naxış razı deyirsən, naxış. Başsa dönərəm. Bir dənə özümü də çəkim bir dənə. Bu da universal mərifət usta. Sağ olun, Allah amanında. Özünüzdən müğayət olun. Nəsə çətinliyiniz olsa, nömrəm var. Yəni əlaqə saxlayın, WhatsApp-dan əlaqə saxlayın. Yəni zəng eləyənlərə də deyirəm ha. Yəni bir siz zəng eləmirsiniz ha. Çalan adam yığdığına görə mən çatışdıra bilmirəm. Yəni ola bilər gec cavab verə bilərəm. Yəni üzürlü sayın, qurban olum sizə. Yəni siz bir dəfə zəng elədiniz, mən o qeyddədir. Mən cavablandıracağam. Zəhmət olmasa, yəni inciyi küsən eləyən olmasın, başa dönərəm. Allah sizləri var eləsin, Allah hər birimizin ruhsunu bol eləsin. Hər birimizin. Sağ olun, var olun. Usta qardaşlarıma da hər birinə dərin bir təşəkkür və də sağlam can, Allah işlərimizi hər birimizin də uzun ömür, can sağlığı avan eləsin. Sağ olun, başa dönərəm.